Kartofun ilk suvarılması haqqında məlumat verdiyim saçaq suvarma sistemi və yaxud saçaq kökləri əmələ gələn zaman kartofun ilk suyunu vurmaq lazımdır və yaxud 5 sm olduqda bu böyüklükdə olan kartoflara su vermək lazımdır mütləq. Keçid edək. Əgər kartoflu yumruları bu böyüklükdədirsə ikinci suyu vermək lazımdır. Və kartofu yumruları böyüdü, bu böyüklüyə gəldi, çatdı. Onda isə üçüncü suyu, bəlkə çox tez vermişik, dördüncü suyu da ola bilər. Bu ərəfədə ümumiyyətlə kartofa mütləq su verilməlidir. Bu ərəfədə kartofa, bu böyüklükdə olan kartofa mütləq su verilməlidir. Çünki qida maddələrinə və suya ən çox ehtiyac duyduğu vaxtdır. Kartofun böyümə vaxtıdır, yumrularının yetişmə vaxtıdır. Və bu dövrdə kartofaya suyu verə bilsək, kartofumuzdan gözəl məhsuldarlıq götürəcəyik Allahın köməkliyi ilə. Amma kartofa 2-3 həftə yığılmağına qalmış, yəni yetişməyinə qalmış. Kartofda suyu dayandırmaq lazımdır. Yetişmə zamanı su versək, çürümə baş verə bilər, çürüyə bilər və kartoflarda dadsızlıq ola bilər. Çünki kartoflar həddindən artıq su qəbul edib çürüyür, əsasən çürüyür. Bu vaxt suvarmaq olmaz. Kartofun çıxmayan kartoflar nə etmək lazımdır, o haqqda da məlumatlar verəcəm. İzləmədə qalın.